Gəlin İslam dinini öğrenək. Bu ibadetin adı nədir? Oruç, həcc, düşkün cavab həcc. Bu ibadetin adı nədir? Namaz, zəkat. Düşkün cavab namaz. Namaz gündə neçə dəfə qılınır? 3 dəfə, 5 dəfə. Düzgün cavab 5 dəfə. İnsanın öz malı ilə etdiyi ibadət hansıdır? Zikir, zəkat. Düzgün cavab zəkat. Kanalına abunə olun.